Bize yeni qoşulanlar sabahınız xeyir, səhərin dalğasındayıq və artıq təmir studiyasına keçdik. Təmir studiyasında isə bu gün də necə deyirlər, təmir sahəsindən danışacağıq və artıq qonağımız studiyamızdadır. Mühəndis dizayner Niyaməddin Cəfərov qonağımızdır. Niyaməddin bəy, sabahınız xeyir, xoş gəlmisiniz. Sabahınız xeyir olsun, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram. Təşəkkür edirik. Niyaməddin bəy, mən istərdim ki, bir balaca terminlərə aydınlıq gətirək ki, daha aydın olsun dinləyicilərimizə. Biz interyer dizayner ifadəsindən tanışıq, memar tanışıq, eyni zamanda memar dizayner, dizayner də var. Bəli. Üstəlik ustaların da bölündükləri santexnik, elektrik, universal usta anlayışı da var. Və amma istərdim ki, bir də mühəndis dizayner ifadəsini də dinləyicilərimiz üçün, elə bizim özümüz üçün daha ətraflı izah edək, aydınlaşdıraq. Buyurun. Bəli, interyer dizayn, eksterior dizayn, landşaft dizaynerləri var. Neçəsini də siz əlavə elədiniz. Dizaynerlər çoxdur. Texniki dizaynerlər də var. Qrafik dizayner də var. Konstruksiyaların yığılmasında da iştirak edenlər var. İndi onu hər adam bacarmır. Hazırlaşdırmaq üçün modelləməni yaxşı bilməlidirlər. Aha. İnteriyer dizaynda belədir ki, hazır modelləri götürüb yerləşdirib rəng verirlər, material verirlər, işıqlanma verirlər, işləri asan olur. Bəzi hallarda modelləmə lazım olur, amma texniki dizaynerdə bütün detalları özün modelləməlisən. Koltuğuna, qaykasına qədər. Mühəndis dizayner də burada öz işini görür. Yəni orada texniki xüsusiyyətlərini bilir, konstruksiyanı bildiyinə görə daha yaxşı model ortaya çıxır. Həmçinin onun riskləri də var. Bəzən səhv eləsə maaşından kəsirlər. Bu təhlükəsizlik məsələsini mi nəzərdə tutursunuz risklər dedikdə? Materialın boşa getməsi deyirəm. Hə. Materialda 1 millimetr, 1 santimetr səhv eləsə, həmin model sıradan çıxır. Baxın, mebeldir, yaxud başqa bir konstruksiya. Bizdə ifadə var, buraxmal. Onu mu nəzərdə tutursunuz? Aha. Bəs işə başladığınız zaman müştərinin istəklərini necə nəzərə alırsınız? İstərdim bu haqqda biraz danışaq. Əsas müştərinin məmnuniyyətidir. Müştəri hansı üslubda istəyir, hansı formada istəyirsə, onu bizə izah edir. Bəzən şəkillərlə, saytlardan götürdüyü şəkillərlə və yaxud öz gedib gördüyü evlərdə çəkdiyi şəkillərlə onlara uyğun onun istəyini həyata keçiririk. Sonradan yanlış anlaşılma olmasın deyə əvvəlcədən nələri tam dəqiqləşdirirsiniz ki, sonra narazılıqlar yaranmasın? Əsas ara kəsmələrdir. Aha. Məsələn, otaq sayının artırıb azaldılmasıdır, mebelin yerləşməsidir. Onları diqqətlə nəzərə alandan sonra böyük bir problemlər olmur. Xırda məsələlərdə onlarda aradan çıxartmaq olar. Əsas texniki məsələlərdir. Bir də istədim ki, layihələrinizin özünə məxsusluğunu təmin etmək üçün sizi fərqləndirən nədir digərlərindən, bu nüansa toxunaq. Ən çox layihələrimdə klassikaya üstünlük verirəm. Modelləmələrin orijinal olmasına, yəni hazır modellərdən az istifadə etməyə. Tavanlarda, mebellərdə. Standart mebeli hər kəs istifadə edə bilər, amma modelləmə işi mürəkkəb işdir. Klassik üslublara üstünlük verirsiniz. Klassik, neoklassik. Amma o neoklassikə də gəlin bir toxunaq, daha izah edək. Klassiklə neoklassikin fərqlərini bir balaca təfərrüatdan tutaq. Neoklassik, klassikin biraz yüngül formasıdır. Açıq rənglərdən istifadə olunur, sadə detallardan istifadə olunur. Klassik isə daha mürəkkəb, tünd rənglərdən. Maraqlıdır və biz suallarımızı davam edirik Aydan. Məncə edək. Kiçik məkanlarda rahatlığı siz təmin etmək üçün layihələrinizdə nələrə diqqət yetirirsiniz? Kiçik məkanlarda əsas açıq rənglərə, güzgülərə, işıqlanma effektlərinə diqqət yetirməklə məkanı böyütmək olar. Bu dəqiqədə insanların imkanı o qədər çox deyil. Amma istəyir ki, kiçik məkanda böyük işlər görsün. Güzgü dərinlik verir ona görə. Bəli, güzgü dərinlik verir, açıq rənglər. Yəni tünd rənglər istifadə edəndə, sonra mürəkkəbliyə gedəndə interyer sıxıcı olur. Biz məsələyə də istərdim elə bu yerdə toxunum. Necə düşünürsünüz? Bu güzgünün çoxluğu yorucu olmurmu bir müddət sonra evdə? Baxır hara yerləşdirmiş. Harada yerləşdirməkdən asılıdır. Yəni yerləşdirdiyi yerdən asılıdır. Bunu belə deyim, bizi hazırda dinləyən dinləyici tutaq ki, belə bir düşünür və ona hansı dizaynerlə söhbət edib, dizayner ona bunu deməyib, biz ona məsləhət olaraq haraları tövsiyə edə bilərik ki, o dizaynerlə bu barədə bir məsləhətləşsin. Əsas koridorda dəhlizdə yerləşdirməklə, onsuz da qardırobun üstündə güzgü olur. Başqa güzgüləri də yerləşdirməklə məkanı genişləndirmək olar. Niyaməddin bəy, bir də işıqlandırmanı toxundunuz.
İstərdim bu işıqlandırma ilə bağlı məsələni bir balaca genişləndirək. Evdə işıqlandırmanın funksiyası nədir? İşıqlandırma necə olmalıdır? Doğru olanda hansı üstünlüklər verir bizə? Doğru işıqlandırma olmayanda nələrdən məhrum oluruq? Buyurun. İşıqlandırma təsadüfən qoyulan bir vasitə deyil. Yəni onun ölçüləri var. Məsələn, 1 kvadrata 7 watt işıq düşməlidir. Onu nəzərə alaraq təbiətdəki işıq rənglərindən, nə çox sarı, nə çox ağ rənglərdən yox, günəş işığı daha məsləhətlidir. İşığın da birbaşa insanın üstünə vurması onu narahat eləyir. Bizim studiyanın işıqları günəş rənginədir, yoxsa biraz sarıdır? Biraz sarıdır. Biraz sarıdır. Günəş işığı olsa daha yaxşı olar. Bizim pəncərəmiz var. Biz indi çəkiliş apardığımız üçün, çəkiliş apardığımız üçün sizin düz arxanızda Xəzərin mənzərəsi var. Efirdən sonra biz həmin o mənzərəni də sizə təqdim edəcəyik. Sadəcə indi biz oranı açsaq, Bəli, çəkiliş sizin getdiyi üçün görüntünüzü biz necə deyirlər, YouTube-dan bizi izləyənlər sonra görə bilməyəcəklər. Amma indiki vəziyyətdə biz məcburuq ki, bu işıqlarla söhbətimizi davam edək. İndi yaxşı olardı ki, studiyanın qapısı soldan ola. Orada yerləşir, işıq öndən bütün düşür. səhvləri deyəcəksiniz. Onda daha yaxşı effekt olardı. Yəni təbii işıqlanma olardı. Hələ yeniyik, hələ bir yaşımız deyil. Ona görə zamanla bütün bu dediklərinizi, nüansı nəzərə alacağıq. İnşallah yaşınız çox olar. İnşallah. Təşəkkür Tez-tez edirik. görüşək. Evdə işıqlandırmanın önəminə gələk. Evdə işıqlandırmanın önəmi işıq dəyib qayıdıb düşsə daha yaxşıdır. Yəni birbaşa düşməyindən o daha rahatlıq gətirir. Yataq otaqlarında zəif, çox yüksək işıq yox. Qonaq otağında, WC-də və başqa yerlərdə işığın vattını artırmaq daha yaxşı olar. Ancaq iş yerlərində işıqlanmanın önəmi çox üstündür. Məsələn, xarici mütəxəssislərin dediyinə görə işıqlanma nə qədər çox olsa, İşçilər iş yuxulamayacaq. səmərəliyi daha artır. Yəni İşçilər yuxulamayacaq demək o istəyirsiniz. sözsüz səmərəlilik artır. Həm günəş işığı olanda insanın əhval-ruhiyyəsi də yaxşı olur. Düzdür. Orada bir D vitamini problem var. məsələsi də var deyirsiniz. Necə? D vitamini məsələsi var burada. D vitamini verir, onu bilmirəm. Ola bilər plastik onu qaytarsın. O məsələ də var. Saat Bəli. 12-yə qədər bildiyimə görə D vitamini almaq olar günəşdən. Neçəyə qədər? 12-yə qədər. Gün çıxıbsa da əlbəttə ki. Yəni təbii ki. Bu buludlar qarşısını Gün işığından kəsməyibsə. danışırıqsa deməli gün çıxıb da, yəni. Həkim deyiləm, amma həkimlərin də bir məsləhəti var ki, axşam çağında günəş batan vaxtı günəşə baxmaq insan gözünə çox faydalıdır. Orada zəif olur. Gün batımında. 10 saniyə, 4 saniyə belə baxırsan, insanın gözü müalicə olunur. Maraqlı informasiya oldu mənim üçün. Biz sahəsi üzrə sualları veririk, amma dinləyicilərimiz də bizə WhatsApp üzərindən yaza bilərlər. Suallarımıza keçməmişdən əvvəl istədim ki, bizim birinci saatda müzakirə etdiyimiz bir mövzu var idi, Nəməddin bəy. Nəyə vaxtınız çatmır sualını verdik və dinləyicilərimizin müxtəlif cavabları var idi. Bizim özümüzün də, yəni yaşadığımızdan, gördüyümüzdən, eşitdiklərimizdən fikirlərimiz var idi. Və son zamanlar yəqin ki, siz də belə bir ifadənin şahidi olmusunuz ki, vaxt çox tez keçir. Vaxt uçur. 24 saat olmayıb gün, daha qısalıb. Və yekunda baxıb görürsən ki, bu 24 saat əslində saat yenə olduğu kimi eyni əqrəbdir, eyni saatdır. 3 dəqiqəlik mahnı yenə 3 dəqiqədir. Yəni nə qısalır, nə uzanır, amma bizim həyatımızdakı o proseslər həyatımızı sürətləndirir. Bizim həyatımız, yaşayışımız, davranışlarımız sürətlənib, gördüklərimiz, eşitdiklərimiz sürətlənir. Biz düşünürük ki, vaxt da sürətli gedir. Amma istəyirəm ki, bir mühəndis, dizayner üçün nəyə vaxt çatmır Niyaməddin bəy? İndi bir hədis yadıma düşdü. Cümlənizə mübarək olsun. Təşəkkür edirik. Həzrət Rasulullah sallallahu əleyhi və səlləmdə bir hədis var ki, qiyamətə yaxın bir günün keçməyi bir yarpağın yanmağa qədər qısa olacaq. Bu özünü göstərir. Bu da informasiyanın çoxluğundandır, işlərin çoxluğundandır. Bəzən insan ömrü də azalır. Sürətli getməyindən. Hesablamalara görə yer kürəsinin fırlanması sürətlə artıb. Bəlkə onun da təsiri var. Ancaq əsas informasiya çoxluğu, işlərin çoxluğundandır. Ona görə Biz informasiya dalğasında yaşayırıq. Bəs işlərinizi çatdırmaq üçün, məsələn, ən uzun müddətli işiniz nə qədər olub? Bir işi götürmüsünüz, xatirinizdə qalıbmı ki, mən bu işi bir həftəyəmi, bir ayamı, aylarla mı, yəni təhvil vermişəm, uzun müddətimi alıb? Elə işlər olub ki, təmirlə yanaşı dizayn davam edir. Məsələn, 6 ayda olub ki, kəsim işləri olub, dizayn eləmiş, göndərib kəsimə, CNC-də kəsilib, MDF-lər gətirib tavana vurulub, arxasında işıqlanma. Belə xırda işlərə vaxt gedib. Bəs dizayn işi əvvəlcədən olan bir proses deyilmi? Dizayn işinə konkret vaxt qoyanda
tam effekt almaq çətin olur demək olur. Nə qədər çox vaxt olsa o qədər effektli iş götürmək olur. Yəni, bunun render prosesi var. Rəng seçimi, modelləmə, işıqlandırma. Niyaməddin bəy, istədim bir balaca da rənglərə toxunaq. Rəng seçimində verdiyiniz özəllik, sifarişçi ilə ortaq dil tapmaq, eyni zamanda məhsulun daha keyfiyyətli olması üçün sizin bir mütəxəssis kimi bəlli bir rənglərin olması məsləhətini də verirsiniz böyük ehtimalla. Ümumiyyətlə, rəng seçimi və buna müəyyənləşdirmə və eyni zamanda paralel olaraq insan psixologiyasına təsirindən bir mütəxəssis olaraq fikirləriniz Rəng maraqlıdır. çox önəmlidir. İnsan psixologiyasına təsiri də var. Məsələn, ticarətdə istifadə edirlər. İndi bilmirəm o rəngləri deyim yoxsa yox. Buyurun, Təbii ki, deyin. deyə Məsələn, bilərsiniz. narıncı rəng. İnsan baxanda iştahını açır. Ona görə restoranların çox narıncı rəngdən istifadə edir ki, müştəri cəlb eləsin. İlahi yaradanda da o bəzi meyvələri onlar narıncı rəngdə yaradır. İnsan görəndə ona təsiri var. Əsas təbiət rənglərindən istifadə eləmək daha yaxşıdır. Məsələn, mavi rəng var, insanı rahatlaşdırır, güvən yaradır. Tədris məsələlərində mavi rəngdən çox istifadə olunur. Mavi rəng informasiyanın çatdırılmasında da önəmlidir. Mavi ekranlar. Hətta o rənglərin bir-birindən uyuması da var. Onların da ümumi indi böyük zaman lazımdır ki, onu izah edək. Amma dizaynerlər Bizim vaxtımız var, buyurun. Bilməlidir. Aha. Təbiətdə baxsınlar, orada hansı rənglər bir-birindən uyur, ən sadə yolla ondan istifadə etsinlər. Texnikada da belədir. Hazırdakı texnikaların bəziləri təbiətdən götürülüb. Yəni təbiət rəngləri deyirsiniz ki, məhz sakitləşdirici, eyni zamanda bir cəlb edicilik var. Bəli, bəli. Trenddədirmi hazırda təbiət rəngləri? Hazırki trenddə hansı rənglər var? 2026-cı ildə tünd rənglər, əsas torpaq rəngləri trend olacaq. Tünd qəhvəyi, zeytun yaşılı, məsələn, xaki deyirlər bu. Hər bir rəng. Bəli. Onu da qeyd edeyim ki, mən əvvəl hərbiçi olmaq istəmişəm, hərbi təyyarəçi. Qardaşım polkovnik leytenant Zaur Cəfərov şəhid olub 2020-ci ildə müharibədə. Allah rəhmət eləsin. Bərabər gedirdik. Torpaqları azad eləmək üçün bu tərəfə də həvəsim vardı. Ona görə də hərbi texnikalardan məlumatım az çox var. Məsələn, B-52 təyyarəsinin Şahin quşundan götürüblər. Onun forması yandan baxanda olur. Həm radarda görsənmir, həm sürətini artırır, həm enerjini sərf azdır. Təbiətə baxsınlar, əsas təbiətdəki rənglər. Çünki çox da rəngləri tündləşdirib açanda insanlar rahat edir. Bəzən müştərilərdə büdcə məhdudiyyəti olur. Onlar düşünürlər ki, bəs büdcəm məhduddusa, dizayn prosesini necə tənzimləməliyəm? Və siz necə tənzimləyirsiniz büdcə məhdudiyyəti olduqda? Büdcə məhdudiyyəti materialın növünün dəyişməsinə səbəb olur. Məsələn, xarici ölkə məhsulları var, baha qiymətə gəlir. Azərbaycan məhsulları var, nisbətən aşağı qiymətədir. 2-3 təklif verirsiniz. Hansı uyğundursa ona uyğun təmirə başlamaq olur. Nədə güzəştə getmək olar büdcə məhdud olarsa? Məsələn, döşəmədə, hamam aksesuarında, hamamda, BC-də və başqa yerlərdə. Niyaməddin bəy, dizayn prosesində təhlükəsizliyi necə prioritetləşdirirsiniz? İstəyərdim biraz da bundan Tək danışaq. dizayn yox, təmirdə, tikintidə önəmlidir. Yəni yaxın günlərdə böyük layihələrdə çox faciəvi hadisələr baş verir. Ona görə də təhlükəsizlikdən, təhlükəsizlik kəmərindən, kaskadan, eynəkdən istifadə eləmək önəmlidir. Hətta bunun ayaqqabıları da var, xüsusi gödəkçələri də var. Ancaq yuxarı mərtəbədə işləyənlər üçün iplərdən, kəmərlərdən istifadə eləmək çox önəmlidir. Bəlkə bizi dinləyənlər var, iş başında olanlar var. Yəni öz həyatlarını yox eləməsinlər. Ailələrin, evlərin, qohum əqrəblərin düşünmələri çox önəmlidir. Heç bir şey onlara əvəz eləməyəcək. Təzminat verilsə belə. Niyaməddin bəy, baxın, amma müəssisələrin hər birində bir SƏTƏM dediyimiz təhlükəsizlik mütəxəssisi olur. Təhlükəsizlik məsələlər üzrə onlar tövsiyələrini verirlər. Eyni zamanda bir fəaliyyət, bir xidmət göstərən şirkət mi olsun, təşkilat mı olsun, onlarda bu kadr olmalı deyilmi? Onlar mütəmadi olaraq buna nəzarət etməli deyilmi? Baxmalı deyilmi ki, işçilər buna əməl edirlər? Həmin o təşkilatın rəhbəri işçilərə bu barədə təlimat veribmi? Nə müşahidə edirsiniz? Yəni bu olmalı deyilmi? Olur. Ancaq o işçinin üstünə durmur birbaşa. Yəni onun vaxtı da olmaz çox. Məsələn, yuxarı mərtəbədə çıxıb düşmək işçinin özündən də çox şey asılıdır.
Bu məsələnin İşte bir bunu tərəfi. əməldən Yəni ola almaq. bilər ki, insan öz həyatına səylənkar yanaşır. Bəli, bəli. Amma onun qrup rəhbəri var. O qrup rəhbərlərinin məsələn briqada komandiri mi deyək və yaxud da ki o qrup rəhbəri mi deyək, bunlar böyüdükcə, yəni gedir axı onlar nəzarət etməli deyilmi bu prosesə? Əlbəttə nəzarət etməlidir. Çox ciddi nəzarət olunmalıdır. Karkasların qurulmasında, onların orada yerləşməsində, ayaq altının hazırlanmasında, onlara bərkidilməsində, hətta yükləmə boşaltma proseslərində, kranların işlənməsində, yük altında durmamaq məsələləri çoxdur. Yəni bu ətraflı hər şirkətin öz təhlükəsizlik qaydaları var. Hətta istehsalatda da bunlara diqqət olunmalıdır, nəzarət olunmalıdır. Mebel istehsalatında çox ustalara baxsan barmağı yoxdur. İndi ağıllı texnologiya gəlib, mişara yaxınlaşanda aparat düşür aşağı. Dayanır. Düşür aşağı, birbaşa mişar düşür aşağı. Aha. Orada sensor var. Barmaq kəsilmir. Ondan alıb istifadə eləsələr daha yaxşıdır. Əsas işçinin özündən asılıdır. Bir də bu tikinti prosesində keyfiyyət məsələsinə də istərdim bir balaca toxunaq. Materialların keyfiyyəti. Bəli, o çox önəmlidir. İndi büdcədən asılı olaraq keyfiyyət artır. Bəzi evlər var ki, maklerlər alıb satır, keyfiyyətsiz materialdan istifadə edir. Bir müddət sonra hamısı üzə çıxır. Məsələn, bu yaxında adını çəkmək istəmirəm, bir şirkətin satdığı mənzildə İstipolda neçə 4 yerdən su buraxmışdı. Bir 2 ildən sonra baş verdi. Çalaq olub ya başqa problem olub bilmirəm. Yəni 2 ildən sonra gedib kimə nəsə deyə bilərsən, heç kimə. Yəni Yox, mümkün də deyil. tələb elədilər, amma faydasına da özləri təmin etməyə məcbur oldu. Yəni ona görə faydası olmadığı üçün Söküldü. demək istəyirəm ki, yəni çətin olur. Yəni 2 illik yaşamısan, evi satan da deyəcək ki, yəni bu 2 il ərzində sən bunu nəzarət etməliydin, üstündən xeyli müddət keçib. Hətta aldığımız hər hansı bir məhsula bizə 1 il zəmanət verilir mağazada. O dediyiniz halda usta səriştəsizliyi rolu var idi, yoxsa təkcə materialın keyfiyyətsizliyi? Hər ikisi var idi. Şirkətin öz problemləridir. Yəni ucuz işçi qüvvəsi də ola bilər, materialın keyfiyyətsiz ola bilər. Yəni şərislərin az olmasıdır, yəni təcrübənin az olması da ola bilər. Niyaməddin bəy, yeni başlayan dizaynerlərə istəyərdim verilişimizin sonuna doğru bir tövsiyə verəsiniz ki, onlar işə necə başlamalıdırlar və hansı bacarıqlara üstünlük verməlidirlər sizcə? Yeni başlayan dizaynerlər tarixdəki memarlardan, dizaynerlərdən, yəni o vaxt dizayner olmasa da memarlardan örnək götürməlidirlər. Yəni Azərbaycanın köklü tarixi var. Həvəsdən düşmək olmaz. Texnikanın da inkişafı onların inkişafının üstünə gəlir. Onlar istədiyi sahəni seçə bilər, dizayn sahəsində seçə bilər və özlərin texnologiyanın dəstəyi ilə inkişaf etdirə bilərlər. Bəzən memarlar gəlir, universitet bitirib, amma baxırsan ki, çox texniki xüsusiyyətləri bilinmir. Memarlıq universitetində, inşaat universitetində, başqa universitetlərdə, rəssam akademiyası olsun, indi xarici ölkələrdə də belədir. Tələbəni üstünə düşmürlər, deyirlər ki, özün ged öyrən. Amma o tələbənin özündə bir həvəsi olmalıdır. Axı sizin öz tələbələrinizin arasında həvəsi olanlar çoxluq təşkil edirmi? Varmı? Bəli, həvəsi olanlar da var. Hətta əksəriyyətinin şirkəti var. Neçə illər keçib şirkət qurublar. Bəzən sizin studiyada çıxış edənlər də olub, indi adlarını çəkmək istəmirəm. Yəni, nümunə götürüb keçmiş dizayner memarlara daha doğrusu daha da həvəslənməlidirlər. Azərbaycanın köklü tarixi var. Niyaməddin bəy, çox qısa olaraq tikinti sahəsində fərq yaratmağı bacarmaq üçün hansı addımlar atılmalıdır və bu sahədə öz imzanı tanıtmaq üçün insanlar işlərinə necə yanaşmalılar? Bu suala da qısa cavab verək və sağollaşacağıq. İnsanlar işlərinə məsuliyyətli yanaşmalıdır. Yəni bizim Kayra Qrup şirkəti kimi, Dasim bəy kimi onun rəhbəri ilə düz vətəndaş olaraq məsuliyyətli yanaşıb işlərin vaxtında təhvil verib, dizaynın səmərəli təşkil edib, onlara nəzarət edib həyata keçirməlidirlər. Təşəkkür edirik sizə Niyaməddin bəy. Çox sağ olun gəldiyiniz üçün. Çox sağ olun, təşəkkür edirəm, zəhmət çəkdiniz. Əziz dinləyicilərimiz, Təmir studiyasında bugün qonağımız mühəndis dizayner Niyaməddin Cəfərov idi. Niyaməddin bəylə onun sahəsi üzrə suallara cavab axtardıq. Biz isə bugünlük bu qədər deyirik. Bazar ertəsi görüşmək ümidi ilə.